Hər birinizi salamlıyor dostlar. Bilirik ki, işləriniz qaydasındadır. Var arxası yoxsa var arxası? Var arxası verilişində hər birinizi xoş gördük. Çempionlar Liqası Part 2. Biz davam edirik birinci səbətdən komandaları müzakirə etməyə. Ümumiyyətlə fikirləşdik ki, hər bir komanda konkret olaraq müzakirə etməyəcəyik. Çünki 3-cü səbətdə bir dənə yaxşı komanda var ki, onu bugün müzakirə etməliyik mütləq. Yoxsa yəni yaxşı olmaz. 3-2. Brüggen deyir də. Məncə də. 2 də yaxşıdır. O qədər də yoxdur. Deməli, Realın birinci səbətdən rəqibləri City və Liverpool, ikinci səbətdən Benfica və Juventus, üçüncü səbət Monaco Olympiakos, dördüncü səbət Marseille Olympiakos, dördüncü səbət Monaco Kairat. Uşaqlar, birinci səbət, yenə bunu danışmışdıq əslində. Liverpool və City mazgə elədi ya bu şey. City, Liverpool doğrudan da, hədə nə danışaq? Qaqa, City ilə Liverpoolda maraqlı oyunlar olacaq. Gəl danışaq Real Juventus. Real Juventusdan danışaq, belə deyək. Özü harada olacaq? Santiago'da. 2008-in Juventusundan danışsaq və yaxud da ki 2018 deyək, 2017-mi deyək. Oradakı Juventusdan söhbət keçir. Mən deyirəm ki, Real çox çətin olacaq. İndi də çətin olacaq o öz yerində. İndi Juventus vur apart olur. İndi o Juventus deyil. Əvvəlki Juventus 2008-dəki o əl çalasa oyunçu yoxdur. Del Piero yoxdur. Azından indi o vaxtları BBC müdafiə var idi. Arkasında Bu позвали, чтобы мне больно здесь было. Yadına salırsa ölümcəm. Nə olsun Realda da BBC-dən danışır. Kimin BBC? Salasından da şeydi. Real'ın BBC yoxsa Juventus BBC? İkisi də BBC var idi, onu görürəm. Juventusla həm Ata tərəfdə, ikisi də ata tərəfdə. Juventus əvvəl qorxulu məqamı o idi ki, müdafiəsi çox güclü idi. Və onun müdafiəsini keçəndən sonra əsrarəngizliyi, dünyanın gəlib getmiş ən yaxşı qapçılarından biri Buffondur. Petr Çexdə zəif Buffona görək. Buffon əgər Petr Çexdən kimsə zəif sayırsa, o futbola da baxmaz. Qardaşım, normal, bax belə adamlar üçün normal tenis linki var. Bax Roger Federer'in ən biznes oyunları. Nadal'in, qəşəng. O gün Medvedev söyüş söylədi. O söyüş şeyi söyləyir. Amma ki doğrudan Buffon belə deyək də Buffon vaxtı Casillas'dan Buffon trend qoymuşdu. İkisi dirəşirdi. Amma razılaş ki, bax Elvin də oradaydı, sən də oradaydın, mən də oradaydım. Baxırdıq da Juventus Real'a yayda, klublar arası dünya çempionatı. De Grigori pis deyil bura. O auranı verir də yəni. Amma ki indi Juventus necə oynayacaq? O bilinmir. Sən mövsüm ərzində pasdan De Grigori elədik, yoxsa bizdən oyunda yenə? Yox, açığı birdən orada damarı tutdu onu. Bura bizdə Mallorca qapısı, Asasuna qapısı, hamısını qəhrəman eləyir. Deməzdim ki, Prem belə gic-gic səhvlər eləyir. Amma yəni ki, demirik də, De Grigori nə edirsən sən? Onu demirik, amma normalda mən Real'la Juventus arasında Real'dan 3 xal gözləyirəm. Bəs səncə Elvin? Mən uşaq gözləyirəm. Şeydir. Bir xal gözləyirəm. Sən fitfas olma qurban olum. Səndə də oxşayır o. Sənin ağzını podiumdan təzə öyrənmişəm. İndi bir şey deyək, Juventusdan sonra kimdir orada? Benfica. Belə deyək də. Marseille'dən başlayır. Marseille'nin oyunda 3 xal gözləyirikmi? Gözləyirik. Real özünə belə deyək də, Kolumb kimi Amerika açmasa, Hindistan bilirdi, sonradan Amerika bilindi. Real 8-liyinə çıxmalıdır. Komandanı niyə Kolumbdan? Çünki Amerika açmağından söhbət gedir. Qardaşım, 200 də fanatsız Real'ını uzatmayaq söhbəti. Adam kimi oynasalar, yəni rahat. Adam kimi oynasalar, burada bizdə əslində məsələn razıyam, prosta bizdə çətinlik bu rəqiblər deyil. Çətinlik odur ki, buradakı yox, Bristol yaxşı bu da qlim düşmədi. Bizdə bu da qlim. Bu demirsə də 3 xal rahat. Bu da qlim tərəfdən. Bizdə problem odur ki, bizdə Liverpool ilə City düşür Barcelona ilə Atletico ərəfəsinə. Uzun belə bir oyun tərəfəsidir. 24 xaldan 18 gözləyirəm. 18 gözləyirsən. Okey. Sən Realdan nə gözləyirsən? Vecvədə 8-də idi. Yəni xalı necə deyim burada? Yox, təqribi də proqnoz. 8, 17 xal. Ha, gəl 17. Bax 17 xal toplamasa. 18 xal nədir? Yəni yağış olar. Heç oynamır da bu. Yox, ancaq udur. Gəlin keçək növbəti komandaya. Növbəti müzakirə edəcəyimiz o komanda keçən Çempionlar Liqasının finalçısı Inter. Deməli sən niyə qalxırsan? Finalçısı Juventus da ayıqlar. Ay can. Əyləş. Birinci səbətdən Liverpool və Dortmund, ikinci səbətdən Arsenal və Atletico. Üçüncü səbətdən Sparta, Slavia Praga və Ajax, dördüncü səbətdən Kairat və Union Saint-Gilloise. Bir məsələ var ki, Inter olmasaydı, bu da qliplə düşməyiblər. Bu sən bu da qlip saksan. Bir dənə Grant bizə düşdü. Inter elədən desin ki, mən xəstələnmişəm.
Gələ bilmirəm, getsin evində otur. Gözlə, Inter Liverpool'la oynayır evdə. Evdə Inter Liverpool'a normal, yəni Stadionda Orada Inzaghi olsaydı, mən sənə tam razıyam. Bu indi Hücumda gəlir. yoxsa? Yox, qardaş, məşqçi, qardaşı. İndi bunlarda Kivu gəlir. Kivu Okey. neyinir? Heç özləri başa düşə bilmirlər. Sekundочку, birinci turda 5-0 udmalılar bunu. İkinci Final tur neyinədir? oldular. Udinese 1-2 uduzdular. Komanda biz də bir gec-tez udacaq. Hamı uduzacaq, tez gecə. Real Kayrata uduzanda mən sənə gəl bu sözü deyərəm ki, Udinese uduzdular. Biz Interə Yox, bax. obyektiv də, yəni mən indi Juventus azarkeş. Onu deyəcəkdim ki, Inter azarkeşi yoxdur ki. Heç olmasa obyektiv deyəm. Juventus Juventus azarkeşi. burada bu 0 xal yığacaq yəni. Kim? Kim? Hər şey qoysaq, Allah'ın da olsun belə obyektivliyin üzrə. Yox, belə deyə normalda Inter belə deyə 8-liyi gözləmirəm, amma 24-liyə düşməlidir. Mən razıyam bir məqamdan ki, mən əslində bir şey demək istəyirəm. Sonra yadıma düşdü ki, tamamilə başqa məşqçi, çox güman ki, başqa qərarlar və s. Amma mənə Inter keçən sezon şoka saldı liqa mərhələsində. Adamlar Çempionlar Liqasında ikinci heyət buraxırdılar. Yəni insanlar adı necə edir? Öz liqasında Ləşbərlərə qarşı ikinci heyət, çıxır Çempionlar Liqasında əsas heyət. Effektlərindən istəyir. Tərsinə Bir gol buraxdılar. Sən oturursan gecə gündüz deyirsən alçaqlığın onu burada eləyəcək, nə bilim o. Ya onu Amarim eləyir də, onu belə. Çıxır oyuna, kim çıxır Belə oyuna? eləyir, yəni. Amma heç mən belə deyim, Inter loser klub saymıram. Nəzərə alsaq ki, biz keçən il onlar həqiqətən prosta siyasi səhv elədilər ki, bütün kuboklarını dalınca qaçdılar. Yəni o söhbət olmasaydı, ya indi Inter ikinci yer kimi ya da ki Çempionlar Liqası finalçısı kimi yox, İtaliya çempionu kimi müzakirə edəcəkdi. Ya bəlkə də Çempionlar Liqasının qalibi kimi. Biraz səhvlər oldu, amma Inter ikinci səbəbdən prosto. İkinci səbəbdən çox güclü. Arsenalın Atletico-ya maksimumdan düşə bilərsə 4 oyundan Borussia Dortmundu udmalıdılar. səfərdə. Ola uda bilərlər. Borussia Dortmund o deyil. Bir də ki Liverpoolla özündə xal ala bilərlər Liverpooldan. Arsenaldan da xal ala bilərlər. Arsenaldan Nə da yaxşıdır. Özlərində oynayırlar yoxsa? Özlərində ən potensial rəqiblər, ən güclü potensial rəqiblər Liverpooldan Arsenaldır. Hər ikisini evdə qəbul edir. Evdə isə Inter, yəni Hə, o birisilər Slavia Praga, Ajax, nə bilim, Kayratla düşdülər də. Kayratla evdə. Niyə belə ancaq Real getdi belə o 12000 kilometr uçacaq da? Boş ver. Ha kimə Kayrat elə bil ki 7 oyunu Bir də səfərdə Sen- oynayır ancaq bir evdə Sen oynayır. Julius'dı bir də. Ha, конечно, Belçika O, çempionu. Belçika Bu müəllim. çempionatı. Bu arada Yeganə. Antwerp'in qapısı getdiyin müəllim Məncə təbii o bir atdım geri attı. Belçika Futbol Liqası, Futbol Federasiyası xahiş edirəm Fərmanla əlaqə saxlayın. Rəsmi səfir ola bilər Dərmanla Azərbaycanda. oxşayır Antwerpen. Xahiş edirəm. Xahiş edirəm. Uşaq üçün. Xahiş edirəm bizim birinci buraxılışı baxmayan, bəlkə kimsə baxmayıb, sadəcə ikinci buraxılışa baxır. Məlumat ver Sen Julia haqqında. Sen Julius tarixində birinci dəfə Çempionlar Liqasına deyəsə Belə düşdü oxumaq və Belçika çempionu oldu keçən il. Çox normal bir komanda, yaxşı bir komanda. Çox belə bizim ürəyimizcə ki, onlar çempion oldular. Interdən xal alsalar mən sevinərəm. Uşaqlıqda onu Oha, sevdiyinə. o qaqaş dedi, Qalatasarayla bir-birini heç nə istəmirəm. O Yox, sevmədim. elə yox. Amma ki bütün zarafatları bir kənara qoysaq, Inter bu 4 dənə güclü oyundan, 4 güclü oyundan bir azından Liverpool'la Arsenal'la heç-heçə oynasa, Dortmund'u utsa, bir 12 xaldan 5-ci yılsa onlar 1.24-yə düşəcək. 4 düşməlidir. 24-yə. Hə. Mən sənə belə deyim də qardaşım, əgər mən Kivo haqqında heç nə bilmirəm. Hətta mən sənə deyə bilərəm ki, bəzi Inter azarkeşləri belə Kivo haqqında heç onu nəzərə almırdılar. Düzdür, indi köhnələr var, köhnələri tanıyır ola bilər. Kivo nə edib, nə edəcək. Sadəcə əsas Inter mən ən çox istədiyim bir şeydir ki, Milandır, Interdir, Juventusdur. Çökməsinlər də qurban olum. Frenkie Guarin vaxtına qayıtmasında Inter əgər keçən mövsümün heç olmasa potensialının yarısı göstərə bilsə, valla 8-likdədir. Niyə yox ha? Slavia, Ajax, Kairat, Union, Newcastle Inter 12 xal gələ bilməz normal vəziyyətində. Kimi itiriblər heyətdən? Demək olar ki, heç kimi. Sən krizisini nəzərə al. İtaliyada olan yəni krizisdən adam Çempionlar finalda oynayırlar ya onlar. İngiltərədəki yox İtaliyadakı olan Sunderland'ın aldığı oyunçunu misal üçün İtaliyada Inter ala bilmir. Onu ümumiyyətlə Premier Liqadan başqa hər kəsin onda krizisdir. Tam marşı o verə bilmir yəni. Belə deyək də, Evdə Liverpool'la Arsenal'la xal qoparmaq, səfərdə Borussia udmaq. Bir dənə Inter biz üçün qazandığımız Inter gəlib Liverpool'u udub növbəti oyunda Slavia Praga'ya uduza bilər. bax onu deyirəm, bax o Inter qayıtmasa hansı ki Luboy komandaya uduza bilər Inter. Inter tam yəni keçən mövsüm kimi ən az olmasa potensial yarısı göstərsə qardaş 8-də 1 rahat. Ən çətin oyun burada Inter üçün səviyyədə Atletico-dur. Ki orada da komandanın prinsipi var. 2 il bundan qabaq 8-də 1-də Arnautovic sağ olsun çıxmışlar, Çempionlar Liqası uzaqlaşdırmışlar. O oyun belə onun üçün onlar üçün prinsipial Arnautovic oyun. siz bilmirsiniz, o oyunda şok yazmışdı. Ki Atletico Madrid keçəcək. Sən də hamını bilirsən hər şey. Mən otururam onlarla.
Gəlin keçək növbəti. Onlarla oturursa bizdən nə az zarım var burada. Növbəti komandaya keçək. Növbəti müzakirə etmək istədiyimiz komanda birinci səbətdən deyil, amma madəm ki Elvin hal-hazırda mənim cibimə 5 manat pul soxur, ikinci səbətdən Juventusu müzakirə edəcəyik. Oynamaq bizliydi də. Ayba! Onu zəhmət olmasa kəsərsiniz də. Fərman, sən zarafatı tutmadın deyəsən, hə? Mən bura baxıram ki, Bodo Glimtlə bunlar çox çətin olacaq. Çox ümid eləyirik ki, Bodo Glimt orada xal edir. Sən bilsən də Bodo Glimt öz meydanında Romanı utdu, Lazio-nu utdu və sırf ona görə Juventusu udacaq. Bəli məntiq. Bəli. Məntiq. Məntiq budur qədər. Juventusa belə baxanda Dortmundla evdədir, Villarreal səfər, Real səfər, Sporting ev, Bodo Glimt, Pafos, Benfica, Monaco. Pafosun adına yaraşmır vəbşəçi liqa çempionluğunda oynamağa. Sən Kiprə nəsə baxırsan yoxsa sizlik deyil oralar? Yox, oral bizlik deyil. Bizə o tərəflər çatmır belə. Amma ümumilikdə belə baxanda Brat, Borussia ev udmalıdırlar. uda bilər. Udmalıdırlar da. Brat, hal-hazırda razısan ki Juventusdan Dortmund eyni səviyyədədirlər. Yox. Yox, Juventus biraz yuxarı. Juventus biraz gəlib də özünə. Yox, demirəm. Mən opşik tarixi yox, indi hal-hazırda gücünə görə. Hal-hazır yox. Juventus daha güclüdür. Ona görə ki, yox, Juventusun yaxşı, Dortmund çox pis gündədir. Fərqi yox. Villarreal-la səfər çox çətin olacaq. Amma ki udmalıdırlar. Hal-hazırki İspaniyanı gəzirsən. Hal-hazırki Villarrealın gördüyü o. Şurası Villarreal hal-hazırda. Çox qəşəng. Marsilyanın qəşəng komandı. İspaniya çempionatı üzrə ekspert də mənə 7 pasta deyə bilər. Bir yəni azarkeşi olaraq deyə bilərəm ki, yəni çivası. Qəşəng. Düzdür, Bayananı buraxdılar, amma onun əvəzində 3-4 dənə baba transfer edildilər və Mikotadze, Gürcü qardaşımız keçdi. 30 milyon avroya getdi bilər. Villarreal da prosta 30 milyon avro. Bu Qafqazın çətin bir məqamda nə cibində nə azları var o 30 milyonu bilmirəm, amma aldılar da Amma bura. Villarreal-la çətin olacaq, amma o da bilərlər. Real Madrid Amma Trabzonun qapısına 30 neçə milyon alır. Cəmaət o Trabzon qapısına öz Türk klubudur da onu verirlər. Yəni belə məsələn Gəzirsiniz. şəhər özü 30 milyon. İspaniyanı gəzir istəyirəm ha sən. İspaniya Səfərdə sonra Real, Real. səfərdə Villarreal. Real adı nə varsa. Turdur da bizdə. De France. Sporting udmalıdırlar evdə. Səfərdə Bodo Glimt'i udmalıdırlar. Bunlar elə bir sənə bu Juventus əgər poker oynasaydı, Bastayanla Kareda Hə. 2 dənə Portuqaliya klubu evdə, 2 dənə İspaniya klubu səfərdə. Bir dənə bunların çətin oyunu Real'dır, bir də Villarreal'dır. Bir dənə State Flash partlatmışsınız da burada sizdə. Yəni sən Barcelona rahatçılıq. belə baxanda Juventus Numara yox deyil, özünə hər şey. hoqqa çıxartmasa. Kim deyir bunu? Juventus özünə hoqqa çıxartmasa, özündən nəsə bir qeyri-adi gəlib ortada Pafosu uduzmasa, Onda o Juventus olur. Kim Maccabi Xafaya uduza bilir hə, yəni. də O onlar potensial var. edir. Normalda bu komandalar tuz var da sözündə Juventus. bu komandalara qarşı bunu 8-yə düşməlidir. Mən 8-də də gözləmirəm. Mən də gözləmirəm, amma bu komandalara qarşı Əzim, heç Mən kim amma istəyirəm sadəcə. mən belə bir şey deyim. Mənim özümə görə %100 100 xal 100 Oy. Yəni biz 2006-da südyalayla almamışıq. Brat, 2014-də deyəsən 100 xal yığmısınız da Serie A-da. Onu da necə yığmısınız 10 ildən sonra üstə açılacaq. 1-0. Hə. Məsələ nədir? 100%də 3 xal hansı oyunlara deyə bilərəm deyənə fikirləşirəm. Bax, Borussia evdə %100 3 xal deyil. Yox. Ən azı Borussia adına salına görə. varsa. Real'la səfərdə başa düşüləndir ki, %100 3 xaldır. Interdən 3 xal. Cibindədir Juventus bax burada. Bax, Belə düşür deyək, bax burada. ilk 3 oyunu, ilk 3 Benfica evdə %100 3 xal bəyən. Bəli. Ha, normal Juventus oynasa bəli. Hələ Normal normal Juventus Juventus yox. nədir? Yox, Bəs normal Benfica oynasa nə olacaq? Yox, Benfica Fenerbahçeyə qarşı göstərdiyi oyun kimi oynayacaqsa, yəni Juventus yaxşıdır yəni. Bildim vəziyyəti pisdir, da cındırdı döydükdə bizdə. Villarreal səfərdə 100% 3 xaldır. Yox. Yox. Sporting Qardaşım evdə hə. 4 oyun dedim, heç bir Sporting evdə okey, hardasa. Bodo Glimt'lə əslində hə. Elimi qalqırada ki, biz də bir şey ki, bizdən asılıdır. Qaytar Sən Inter. canım onu 5 xal edib. Pafos- Bodo Glimt səfərdə Hə. şansı yoxdur qardaşım. Yox, indi Qapın yaxşı. bir heç Heç o Grim polo. Brat Roma orada 6-1 uzuzu. Norveç mövzusu. Orada Bodo Glimt hara klubu idi? Norveç. Norveç. Solskjaer da oynayır hələ də orada. Uyda. Karyo oynayır orada. John Arıyor. Bax Pafos evdə rahat. Paf istəyəcək. Pafos deyəcək. Amma səfərdə Monacodur. Brat, səfərdə 8 oyundan 6-sı tam %100 deyil. Normalda Hala yox, 8 gəl deyil. belə deyək. Normalda Juventus bütün Mən gedim yoxsa mən? Amma elmə xahiş edirəm. Yəni birdən bir fikirləşəcəm mırtdaşlıq. Amma realın axı çoxsu 24 %100 deyil. düşməli. Yox, yəni Çoxsu %100 deyil. Play-offa çıxacaq, amma 8-də nə bilim. 8-də Play-offa rahat. Play-offa çıxmalıdır da. 24-də 100% olacaq. Prosta problem o İtalyan futbol problemi. Real uduzmayacaq, söhbəti bağlı. Yaxşı. Real əsl Yox, Brat, 24-də qurbandır. Sənə görürük. görə brat. 24-də görürük. Perezə bir dənə zəng.
İndi onda mən təklif eləyərdim ki, bu ilin çempionunu bir seçək, hərə bir komanda seçək. Seçək deyəndə ki, seçmək ağır məsələdir. Seçmək bizə məxsus deyil, amma fikirlərimi bildirə bilərəm. Buyur sən də. Juventus deməli, tam. Budun kliplə Aynen. Juventus'u söndürüm kaynağım. Hələ də ona baxıram. Barcelona arasında qalmış ha. Budun klip. Barcelona, yəni belə sözün yaxşı mənasında, amma o sözün də yaxşı mənası yoxdur. Çox abijini qalıb keçən ilkindən sonra. Bax 10 ildə ucu belədir. Yox, keçən il yəni Vapşe pislər idi. vapşe pisdəydi də, yəni də ucu Inter'da yoxdur, amma Inter yox. Söhbət onlardır ki, orada ucu daha çarəsizlikdən bütün toplar axır-axır baxırdınız da oyuna. Axır-axır hamısı yamaya atırdılar ki, qurban bir şeylər. Orada da ki Zommer dedi. Sən çaşıb desə Barcelona demək istəyirsən. Yəni ona görə ki, Barcelona medial dedi. seçiyə. Yox, mən Başqa şeyə Barcelona görə. fikirləşirəm, yəni. Sən Real seçirsən? Yox, Çünki Barcelona ucu La Liqanı götürdü. Növbəti ha, keçən il. məndə Bu ildə bu üçü də cibinə qoyur. Raul Velkan da xal oldu yolo. Murat, Barcelona bəlkə də daha stabil görünə bilər. Nə cəhətdən ki, mənə görə sadəcə Barcelona keçən mövsümü möcüzədir. Ona görə ki, yox ki, məsəl üçün mən Flick xoşlamıram, hörmətsizlik eləmək istəyirəm və s. Amma əlində olan materialdan Flick bir dəfə bunu eləyə bilər bu səviyyədə. Məncə. Bacarar. Əlində material yoxdur. Onu heç kimi almadılar. Nabradovic ən əsas müdafiəçisini satdılar. Nə bilim, Lewandowski Yaxşı, bəs gözləntin kimdir? bir il daha yəni şey oldu, qocaldı. Olmasa sən deyirsən. Ya məncə ona görə mən nəyə görə istəyirəm deyim ki, nəyə görə Barcelona deyil də. Belə məncə Real da demək istəmirəm çünki məncə Real hazır deyil. Hazır deyil, amma kimsə yəni arda-arda götürməlidir. PSG yenə. Yenə PSG. Gələn il eləyə bilər. Məsələn, Realdan mən bu heç nə belə güclü bir performans Sonra gözləmirəm. mən Realdan La Liqanı gözləyirəm və məncə La Liqanı qaytarmaq hazırda daha vacibdir. Çempionlar Liqasında mən Məncə Realdan PSG. maksimum gözlədiyim 4-1-dir. Mənim 4 o da baxır rəqibindən asılı olaraq. %100. Ha. Yarım final da ola bilər. Amma çempion olsa şəxsən məncə o möcüzə olacaq. Özüm Real Onsuz da belə çempion olur da həmişə. Heç kim gözləmir Amma Real. belə çempionluğu mən Bavariyadan gözləyirəm. O orada şey namizəd yaşayır. Bavariyadan gözləyirəm. Bavariya çox qəşəng oynayır. Yayda da göstərdi ki, PSG-yə qarşı 10 nəfər qalmasaydılar, onlar onları apara biləcəkdilər. Şəhərlərdə yazılmış olar sizcə kim olacaq? Sonra nə edir? Nə Sonra danışır? nə danışır? Bombardierlər. Bombardierlərdən mən fikirləşirəm ki, Harry Kane. Ay belə потому что Saint-Julien pafızda burada. Onlarda qansızlıq vardı. Onlar bir dənə belə əllərində də düşür. Hə, düşür kimsə düşür və Nipanyatlı bir Arşinyak, tamam. Onu Arşinyak. vururlar. Bir 5-ini də Harry Kane vuracaq. Vəsə. 5-ni orada, 5-i play-offda 10 gol əla. Amma ki Mbappé ilə Qrupda rahat gözləyirəm. 10 dənə gol vuracaq. Mbappé ilə şey gözləyirəm. Ya Kane ya Mbappé. Kane ikisindən birini. Səncə? Elə bil. Vlahovic 100%. Vlahovic bilmirəm. Ya adam üstə Allah var, yəni 2 oyun 2 gol vurub, vəsə, daha vurmayacaq. Bəs. Bunun üstünlüyü belə. Limit odur. O sıçan var, çıxır qaydır obratla. Sağ ol, brat. Gördülər ki, kontraktı uzatılıb. Bu ümumiyyətlə Juventusun axırıncı oyunçuları, yəni Nidaybo kontraktı uzatdın ya arendanı şey aldın, çox. Ondan sonra başlayır pis oynamağa. Bəs kimi gözləyirsən Vlahovic deyilsə? Vlahovic deyilsə, ikinci variant kim olur? Milik, brat, Arkadiy şu Onu var. başa tapa Arkadiy bilmirəm. Milşiqə hələ tap sol görək hardadır. Yəni İsak sürpriz ola bilər. Niyə də yox? Niyə də yox hər şey olur. Çünki heç elə komanda keçdi ki, öz liqasında. Prostdakı bu bahalı olmağını görə, yəni bir dənə axırıncı belə Brat, baha qiymətə alınan oyunçu özünü göstərir. Çox sadə sifəti var İsakın. Məncə o heç xəbəri yoxdur ki, 150 milyon alırlar ona. O prosta Liverpoola O getmir. sıfır slusayla düşüb. O bezədir. Məncə o yaxşı variantdır. Məncə gözlənti. brat, mən Mbappé brat easy brat. Bütün komanda onu oynayır. Mən başqa nə deyə bilərəm? Ya Vinicius deyəsi deyirəm ki, komanda oynamır. Brat bax, brat oynayır ya mazğımıza oynayır. Uşaqlar, Aston Villa vardı keçən. Niyə Aston Villa vardı keçən il. 4-1 finala qədər keçdi və bu əslində sürpriz sayıla bilər. Bəs sizcə bu mövsüm kim? Belə deyək. Sürpriz, prosta sürpriz. İstənilən rejimdə. Villarreal. Villarreal ola bilər nəyə görə? Çünki iniş il yoxsa 2 il bundan əvvəl idi. Villarreal yarım finaldan çıxdı. Biz Çempionatını qazananda. Qazanandı. 22-də. 22-də. 22-də Bavariya tutdular. Liverpool uduzdular. Liverpool gəlib bizə Hə, düşdü. nəsə yadımda ki, bunlar keçdilər, Bavariya keçdilər, hə. Emery. Və Villarreal Marsilino ilə
Marcelo belə say baxanda kubok treneridir. Çünki nə üçün? Valencia ilə də kubokudur və gedib başqa yerdə də kubokudur. Villarreal sürpriz ola bilər. Demirəm ki, finala çıxacaq. Okay. No, belə deyim də, harasa play-offa çıxıb 4-1-əcən atlaya bilər. Necə ki, keçən il Aston Villa onu elədi. Okay. Onu gözləyə bilərəm Villarrealdan. Okey. Sən də? Mən deyim, sən deyirsən. Smash. Davay. Smash. Sən də. Inter. Gözlə, bir məqam, bir vacib məqam. Interin indiki vəziyyətində ki, azarkeşləri də heç bilmir nə olacaq sabahda, yarımfinala qədər çatması, yəni sizin üçün sürpriz olar. Sürprizdir. Mənim üçün sürprizdir. Yəni heç kim demir ki, məcbur götürərsən Villarrealı ya da məsəl üçün Aston Villanı 4-1-ə qədər çatdı sürprizdir. Böyük klubun bəlkə də vis vəziyyətdə hansısa yüksək bir şey yerə çatması da sürpriz ola bilər. Inter yarımfinala çatsa, mən şəxsən təəccüblənərəm. Amma mənim üçün sürpriz olar. Bax məsələ bəs ondan ibarətdir ki, potensialı da var, çatıra bilər. Yəni yarımfinala çıxmayacaq, amma sürpriz də olmayacaq yarımfinala çıxsa. Yox, çıxsa olacaq çünki keçən finala çıxmağı da Bırak, indiki Inter, indiki vəziyyətində Interdən söhbət gedir. Simeone getməyi. Belə məcbur istəyirsiniz. Hələ heç nə bilinmir. Komanda bütün demək olar ki, komandanın Tak heç nə bilmir deyəndə, çox şey bilmir deyə bilmirsən də nə olacaq axırı. Amma belə istəyirsiniz imminavot bax top komanda olmasın Bilbao. Bilbao partladı. Bilbao yaxşı. Mən isə Newcastle. Kalendarı da pis deyil. Newcastle istəyərdim. Yəni İsıqın acığına. Özdə bir sənə 4-1-də Liverpool Dodang da prosta da. Sən Zaprama dibindən vur. Dibinəcəm. Yox, yaxşı. Yaxşı, bir şey seçdi sürpriz. Fiaskonda danışaq bəlkə. Fiyasko prosta yenə də Inter. Burası da Liverpool cavablar. Fiasko kimi Oo. belə də sürpriz, amma mənfi cəhətdən sürpriz. 2 dənə fiasko gözləyirəm. Adama 5 manatdan verim, Atletico deyim. Atletico uşa Yeşçəsdə fiyasko sayılır. Fiasko deyil, o 8-də 1. Gözlə, Atletico nəyə fiyaskodur? 16-da 1-də uca uduzmaq. Alt play-offda uzmaq, Atletico Baxır kimə fiyasko. də, indi baxır Yəni, kimə Yaxşı, də. bəs PSG-yə düşsə ona orada. Yaxşı, gəl belə deyək, orta Brügge falan, o Brügge səviyyəsində bir kiməsə uzmağa, hə? Hə, rahat. Hə də uca. Boda Glimt. Biyamız bilir ki, Aşağı səviyyə deyirsən. Bu da Glim. Anuda da o biraz top klub sayılır. Sən də kimi gözləyirsən? Bir də Chelsea. Hamı Chelsea-nin şeyi eləyir. Chelsea kubkova komanda biraz. Yəni Kubkova olsa da, yəni bunun Çempionlar Liqasında təcrübəsi yoxdur Mareskan. Bunu da həmişə görmüşük. Bəli. Yəni Conte kimi bizdə məşqçi olub, bilmiyorum, burada 100 ki qalırıq, buradan qalsara qarda uduruq. Yəni ona görə Çempionlar Liqası təcrübəsi yoxdursa, yəni o demək deyil ki, yəni lap dünya çempionu olub, nə çempion, Olimpiya Kimi çempionu. gözləyirsən? Ölünü təpirləmək kimi çıxmasın. City deyəcəksən. Bu situasiyada vəziyyətdə istifadə eləməliyəm də qaqa. Hə, belə deyim, 8-də 1-dən o tərəfə keçməsi fiyaskodur. City üçün, bu büdcə üçün, bu transferlər üçün fiyaskodur. Fiasko gözlədiyim City PSG. Posurun yardı hansı fiyasko oldu? PSG-dən mən gözləyirəm. Apor dayaq yardı müdafiəsi xətrik edir. Ola bilər. Amma ki mən Çerçebi vurur ki. Etojen Arba. Etojen Arba. Mən bu il PSG-dən gözləyirəm. City-dən də ən çox Yox, sənin üçün fiyasko nədir? Nə məsəl üçün yarışda məsələdir və belə deyək də, bu da PSG keçən ilki göstərdiyi oyun və sezon əvvəlki göstərdiyi oyunla davam etməyi və o gəlib yarımfinala çıxmasa, Murat, PSG üçün yenə fiyasko var. O da yenə çempion olmamaq. yox, mən yarımfinala gözləyirəm. Mən baxmadan yarımfinala çıxıb məsələndə Bavariya, Real və yaxud da ki Barcelona udulsa o fiyasko deyil. O Hər güclü bir bir zəif rəqabət. komanda uduzur. Nədir, amma yarımfinalda məsələn də yarımfinala çıxmayıb 4-də 1-də məsələn Newcastle uduzsa və yaxud da həmin Villarreal uduzsa. Newcastle 4-də 1 Liverpool. Hə, bağışla. Xahiş edirəm, tutulub da gedib rahatlaşın. Məsələn, hansısa bir ortabab bir komanda, xətrifə dənsə Juventus və yaxud da Inter olursa, Dəydi. bağışla. Hə, o mənim üçün fiyaskodur sözün açığı. Amma City də fiyaskosu odur ki, mənim üçün, o əgər belə deyim də 4-də 1-ə çıxmaz. Mən də deyirəm. Milan nə sevinir ki, çempionat düşməyib. Gəl otur, kef eləyim. Yox, Fərman dediyində nə xoşuma gəldi. İmенно что Man City necə illərdir çalışırdı, pul tökürdü. Axırda çempion olandan sonra çöküş yaşadı. Həmin Çöküş yaşamadı, prosta Real 2 dəfə düşdü burada. Yox, O çöküş sayılır axı. çöküş idi. Keçən il Kənandan qabaq yox da. Ona bəlkə Penallarda keçmiş idi. Yəni okey də. Real özü yaxşı Mən vəziyyətdə. Elvinin sözünü kəsməyəcəm zəhmət olmasa. çox sağ olun ki, kəsmirsiniz. Sözü Kəsəndə də Juventusa söz soxursunuz. PSG də həmin situasiyaya gəlir, həmin şeyxlər, həmin pullar, həmin ambisiyalar. İndi ora ambisiyalar biraz düşüb, həmin bir çöküşü yaşaya bilər.
Hələ bir şey razıyam Orada ki, yarım finala çıxmasalar əgər. razıyam ki, rəhbərlikdən bəlkə 4-də 1-də uduzmaq olar. Yo, baxır kimədir, yenə baxır kimədir. rəhbərlikdən razıyam ki, bəlkə ambisiyalar düşə bilər. Çünki bu proyekt idi, böyük bir proyekt idi və proyektin demək olar ki, hər bir məqamına toxunublar, hər biri qalibiyyət aldılar. Amma oyunçular axı istəyir ki, qısaca bir iki dənə oyunçu demişdi o gün, biz də istəyirik ki, Real kimi 3 növdə abad oldu. Onun başı üçün Niyə də elə, yox? başı Niyə üçün istəmir? elə. Hamı Yox, istəyir, mən Ya, brat, Real başı ilə, özü nətər 3 dəfə çempionluq heç kim başa düşmədi. Zidandan başqa. brat, başı ilə necə şey, bəlli necə olub hakimlərin şotuna. Ay, Yaxşı, bəlkə. bu patron Ola bilməz. İRSK nə hakimlər də mərkəzə çıxdı. Çörəyimizə bahis olmayın, bağışla. Ani yəni Belas. Çörəyə bahis olur. Elə demək indi Benas yazad yadına düşəcək, yəni Lukas Vazquez orada simulyasiyalarla. Yaxşı, uşaqlar bu belə yaxşı bir notda ikinci artıq buraxılışı part 2-ni yekunlaşdırırıq. Şərhlərdə bax müzakirə etdiyimiz həm birinci videoda, birinci videonun altında şərhlərdə, burada da fikirlərinizi yazın ki, biz də gələn buraxılışda artıq yəni ki, birinci turdan sonra müzakirə edəcəyik də. Çempionlar arası birinci turdan sonra biz sizin indiki şərhlərinizi bu video altında Elvin də qonaq yerindən çağırarıq. Ha, istəyirsiniz Juventus Dortmund'a gəlib bizə kartımı göndərim, 3 manat göndərin, Elvini heç çağırmayaq mövsüm ərzində. Uşaqlar, Fərman, Elvin, Abdul izləmədə qalın. Çox sağ olun. Sağ olun. Nə deyim valla.